Deməli bu tip sualın izahına baxacağıq. Qəbul imtahanına düşmüş sualdır. Limitdən qəbula sadə suallar gəlir. 11 illik blok 1 və 2-ci qruplara, yəni buraxılışa da sadə sual gəlir. Baxaq suala. Nə edəcək burada? Hər tərəfi n-ə böləcək. Və n-ə böldükdə kökün altına n-in kvadratı girir. İndi sualın üzrə baxaq. Deməli nə edəcəm? 9n-in kvadratı bölü n-in kvadratı üstə gəl 1 böl n-in kvadratı çıx 9 böl n-in kvadratı. Və bunlar bir kökün altına və bu kökdən kənardadır. Və bölünsün 2n böl n. Çünki hər tərəfi mən n-ə bölmüşəm. Kökün altına n-in kvadratı çıxmış. Və burada da n olur. Fərqi yoxdur. İndi baxırıq uşaqlar. Burada yəni, ədəd böl dəyişən hər zaman 0 olur. Yəni n-in kvadratı olsa, n də olsa fərqi yoxdur. Bu n-in kvadratları getdi. Burada qaldı 9. Burada 0 və burada 0. Ədəd böl dəyişən hər zaman 0 olur. Və n-lər də burada getdi, qaldı 2. Yəni 9-dan kök neçə çıxır? 3 çıxır. Nə? Yəni nəyin kvadratı 9 ilə 3-ün kvadratı? 3 bölü 2 bərabərdir 1,5.